Sənin özün nə istəyirsən? Cəmiyyət, valideynin, nə bilim onlar bunlar yoxdur. Sən özün nə istəyirsən? Cəmiyyətin ən ciddi problemi insanın özünü natamam hiss etməsidir. İnsan hər bir şeydə bir məna axtarır ki, mən bu işi nəyə görə görürəm və bundan mənə nə fayda var, insanlara, cəmiyyətə nə fayda var? Nə vaxt ki, onları biz görmürük, onda bizim həyatımızın sonu olur. Psixologiyada buna deyirlər emosional tükənmə. Yəni insan yatır, yuxudan doymur, insan dincəlir, ancaq yenə də rahatlıq əldə edə bilmir. Ən sevdiyi insanların əhatəsindən belə qaçmaq istəyir, tənhalığa çəkilir, orada belə insan həzz ala bilmir və bilmir ki, nə axtarır. Deyirlər ki, həyat sürətlə gedir və mənim beynimdə belə bir hiss var ki, mən nəsə etməliyəm, ancaq bilmirəm ki, mən nə etməliyəm. Elə bil ki, sürətlə bir qatar gedir və mən o qatara gecikirəm. Və həmişə bu adamın içində belə bir hiss vardır. Nəsə etməliyəm, mən eləyə bilmirəm. Nəsə çatdırmalıyam, çatdıra bilmirəm. Məna yoxsulluğu yaşayan insanın təəssüratlarıdır bu.